Bismillah və salatu və selamu alə Rasulillah, əmmə bə'd. Qardaşlar, bugünkü mövzumuz azan verməyin fəziləti barədədir. Azanın hökmü, azanın fəziləti barədədir. Deməli, ilk öncə azan necə şəriətdə varid olub və yaxud da müsəlmanlara necə çatıb azan? Peyğəmbər sallallahu aleyhi və səlləm vaxtında, necə ki İmam Buxari rahiməhullah rəvayət edir öz səhihində ki, müsəlmanlar Mədinəyə gələndən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələri yığır və məşvərət eləyir ki, insanların namaza necə çağırsınlar. Səhabələr də hərə öz fikrini deyir. Məsələn, səhabələrdən kimsə deyir ki, ya Rasulullah, məsələn, xristiyanlarda zınqırovdur, məsələn, səs salırlar, o cür çağırırlar namaza. Səhabələrdən kimsə deyir ki, onlar kimi eləyək, Peyğəmbər sallallahu aleyhi və səlləm razı olmur. Bir qism səhabə deyir ki, ya Rasulullah, yahudilər kimi eləyək, yahudilərdə də buynuzu oxşayar, heyvan buynuzunu oxşayan bir alətdir. Ondan səs eləyirlər, insanları ibadətə çağırırlar. Peyğəmbər sallallahu aleyhi və səlləm buna da razı olmur. Cürbəcür fikirlər söyləyirlər səhabələr, ancaq ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunun heç birinə razı olmur. Heç biri ürəyinə yatmır. Ən birinci, yahudi və xristiyanlara oxşamağı Peyğəmbər sallallahu aleyhi və səlləm hər bir işdə qadağan edir. Yəni, hər bir işdə rəddi, hətta dırnağını tutanda belə. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir dəfə əl dırnaqlarını tutur. Bir yahudi şəxs görür ki, ya Rasulullah deyir, mənim atam da dırnaqlarını belə tutur. Peyğəmbər sallallahu aleyhi ve sellem əl dırnaqlarını tutma şəklini dəyişdirir ki, bunda belə yahudilərə oxşamasın. Yəni, bu Peyğəmbər sallallahu aleyhi ve sellem əl dırnağını necə tutur? Bu barmaqdan başlayır, sonra sol əl, axırda da sağ əlin baş barmağı. Yəni, əvvəl belə tutmurdu, başqa cür tuturdu. Uşaq görür, deyir, mənim atam da belə tuturdu, yahudi atası. Peyğəmbər sallallahu aleyhi ve sellem bu məsələdə belə yahudilərə oxşamamaq üçün hətta dırnağını kəsmə formasını belə dəyişir. Subhanallah, yəni bu qədər müsəlmanlar uzaq olmalıdır yahudilərə, xristiyanlara, ümumən kafirlərə bənzəməkdə. Amma bugün subhanallah görürük, məsələn, tərsinədir. Yəni, Allahül müstəan. Sonra səhabələrdən bəziləri deyir ki, məsələn, od qalayaq. İnsanlar da görsünlər ibadət vaxtı. Peyğəmbər sallallahu aleyhi ve sellem bunu da qəbul eləmir ki, bu deyir məcusilərin, yəni ateşpərəstlərin adətlərindəndir od qalamaq. Yəni, bunların heç birini Peyğəmbər sallallahu aleyhi ve sellem razı olmur. Və bunu fikir eləyir və sahabələr də fikir eləyirlər ki, necə eləyək insanları ibadətə çağırmaq üçün. Səhəri gün Abdullah ibn Zübeyir radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve sellemə gəlir. Deyir ki, ya Rasulullah, yuxu gördüm. Yuxuda gördüm ki, deyir, bir kişidən soruşuram ki, səndə nəsə varmı, onu bizə göstərəsən, biz də insanları ibadətə çağıraq, namazı çağıraq. Kişi də deyir ki, sənə daha xeyirli bir şey öyrədim, deyir. Və azanı öyrədir. Allahu Ekber, Allahu Ekber, əşhədü ən la ilahə illallah, əşhədü ənə Muhammed Rasulullah. Azanı öyrədir buna yuxuda. Və Abdullah radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmə gəlir, yuxusunu danışır. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, odur, deyir. Yəni, azan bu cür gəlir və Ömər radiyallahu anhu gəlir, deyir, ya Rasulullah, mən də həmin yuxunu gördüm. Yəni, iki dənə sahabənin yuxusu olur. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Abdullaha deyir ki, get, deyir, Bilala denən ki, bunu, yəni bu azanı versin, deyir. Çünki onun səsi sənin səsindən gözəldir. Yəni, subhanallah, bu azanın da məsələn hikmətlərindən və yaxud da ədəblərindən biridir ki, səsi gözəl olan, daha gözəl oxuyan önə verilir. Həmçinin səsi daha gür olan. Və Peyğəmbər sallallahu aleyhi ve sellem ona deyir ki, sən get Bilala denən, qoy o azanı versin, çünki onun səsi sənin səsindən daha gözəldir. Və azan da bu cür məşru olur, yəni şəriətdə gəlir. Həmçinin sünnədəndir ki, müəzzin azanı deyəndə, sən də onu müəzzinlə bir yerdə təkrar edirsən. Azanın deyilmə forması necədir? Allahu Ekber, Allahu Ekber. İki dəfə bunu deyirik. Əşhədü ən la ilahə illallah. İki dəfə. Əşhədü ənə Muhammedən Rasulullah. İki dəfə. Həyyə aləs-salah. İki dəfə. Həyyə aləl-fəlah. İki dəfə. Allahu Ekber, Allahu Ekber. La ilahə illallah. Bilirik ki, məsələn, azana əlavə olunan sözlər olub. Müxtəlif firqələrdən bunların hamısı batildir. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin bizə öyrətdiyi azanda bundan artığı yoxdur. Yalnız fəcr namazından başqa, onda da Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində də gəlib ki, fəcr namazında əs-salatu xayrun minən-nəvm azanda deyilir. Bu da yalnız fəcr namazına xasdır ki, namaz yuxudan xeyirlidir. Və salam, bundan əlavə, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin öyrətdiyindən əlavə namaza heç bir şeyi, azana heç bir şeyi əlavə eləmək olmaz. Nə də oradan heç bir şeyi əskiltmək olmaz. Və müəzzin də azan verəndə, sən də müəzzinlə bir yerdə onu təkrarlayırsan ki, onun qazandığı savabı sən də qazanasan.
Çünki azanın savabı nə qədərdir? Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə deyir ki, kim deyir Allah üçün 12 il azan verərsə, ona cənnət vacib olar. Və müəzzin verdiyi azana görə 60 savab qazanır, iqaməyə görə də 30 savab qazanır. Yəni 12 il kim azan verərsə Allah üçün ona cənnət vacib olar və müəzzinin də azanına görə ona 60 savab, iqaməsinə görə 30 savab var. Və sahabələr deyir ki, ya Rasulullah, deyir ki, müəzzinlər deyir, savabda bizi ötüb keçdilər. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, o zaman deyir, siz də onların dediklərini təkrar eləyin. Yəni təkrar eləyəndə sən də onun qazandığı qədər savab qazanırsan. Yəni bütün sözləri təkrar eləyirsən, yalnız bəzi yerlərdə fərqli olur ki, hayya aləs-salah, hayya aləl-fəlah deyəndə sən deyirsən la havlə və la quvvətə illə billah. Bir də ki, müəzzin azanda şəhadət yerini deyəndə əşhədü ən la ilahə illallah, əşhədü ənə Muhammedən Rasulullah deyəndən sonra sən deyirsən ki, raditu billahi rabban və bil islam dinən və bi Muhammedən Rasulə. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim onu deyərsə, cənnətə istədiyi qapıdan girər. Yəni bu da azanın fəzilətindəndir. Azandan sonra da şəhadət gətirib deyə bilərsən, azanın içində də deyə bilərsən. Yəni müəzzinlə təkrar eləyirsən, müəzzin onu deyəndə sən də deyirsən, raditu billahi rabban və bil islami dinən və bi Muhammedən Rasulə. Azanın içində də deyə bilərsən. Azan bitəndən sonra da salavat gətirib, sonra şəhadəti deyib, yenə bu zikri deyə bilərsən. Ondan sonra azanın o biri ədəblərindən, azandan sonra salavat gətirməkdir Peyğəmbər sallallahu aleyhi ve sellemə. Azan iqamə arası zikr eləməkdir. Yəni, Allahümmə Rabbə hədihi dəvəti təmmə və salatil qaimə əti Muhammedin il-vəsilətə vəl-fədilətə və bəəthu məqamən məhmudən əlləzi vəaddəh. Yəni, zikrin də forması budur. Ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim azanı eşidəndən sonra bunu deyərsə, qiyamət günü onun üçün şəfaətçi olaram. Düzdür, bu zikrə də bəzi əlavələr var ki, bunlar heç biri sünnədə sabit olmayıb. Yəni, sünnədə sabit olan budur. Ondan sonra azanın ədəblərindən və yaxud da azanda gələn əməllərdən azan iqamə arası namaz qılmaq, 2 rükət namaz qılmaq. Həmçinin dua eləmək. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, azanla iqamə arası olunan dua geri çevrilməz. Yəni, azan iqamə arası olunan dua qəbul olunan dualardandır. Azanın sözlərini təkrar eləyirik. Bəzi alimlərə görə, elm əhlinə görə iqamənin sözlərini də təkrar eləyirsən. Məsələn, müəzzin iqaməni deyəndə sən də ondan təkrar eləyirsən. Çünki iqamədə azan hökmündədir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, 2 azan arasında olan dua geri çevrilməz. 2 azan, yəni azan və iqamə. Yəni ikisinin də adı azandır. İkisi də azandır. Ona görə müəzzin azan da deyəndə onunla bir yerdə təkrar eləyirsən, iqamə də deyəndə onunla bir yerdə təkrar eləyirsən. Hayya aləs-salah, hayya aləl-fəlahdə, la havlə və la quvvətə illə billah deyirsən. Niyə? La havlə və la quvvətə illə billah nə deməkdir? Yəni Allah məni müvəffəq eləməsə, mənə güc qüvvət verməsə, mən bu namaza gələ bilmərəm. Mən bu namazı qıla bilmərəm. Yəni bu ibadət eləməyim, namaz qılmağım, azana cavab verməyim, bunlar hamısı Allahın müvəffəqiyyətindən olandır. Yəni Allahın məni müvəffəq elədiyinə görədir. Yəni Allah müvəffəq eləməsə, mənim buna gücüm çatmazdı. Allah Subhanahu taala Quran-ı Kərimdə deyir ki: "Və men əhsanu qawlan mimmen da'a ilallah." Deyir ki, Allaha çağıranın səsindən daha gözəl səs kimin səsi ola bilər? Və yaxud da Allaha çağıranın sözündən daha əfzəl söz kimin sözü ola bilər? Və burada da bəzi müfəssirlər deyir ki, bu da müəzzinlərin səsidir. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm azan həmçinin İslam şüarlarındandır. Yəni bir məntəqədə, bir yerdə azan verilirsə, o yerin İslam diyarı olmasının əlamətlərindəndir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir yerə hücum eləmək istəyəndə namazın vaxtına qədər gözləyərmiş. Ki, əgər o yerdən azan səsi eşitsəz, o sizin qardaşlarınızdır. Ora artıq hücum eləmirlər. Yox, eşitməsələr, o zaman o deməkdir ki, ora İslam diyarı deyil və ora hücum eləyirlər. Həmçinin başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, azanın səsi gələn yerə qədər şeytan qaçar. Və subhanallah, bu hədisdən çoxlu faydalar çıxır. Məsələn, çox adam vəsvəsədən şikayət eləyir. Gələn vəsvəsələrdən. Vəsvəsə gəlir, şikayət eləyirsənsə azan ver.
Yəni bu şeytanı səndən uzaqlaşdırır. Yəni beyninə vəsvəsələr gəlir və s. Vəsvəsənin getmə səbəblərindən biri azan ver. Evdə olanda azan ver. Evdən şeytanları uzaqlaşdırır. Məsələn, namazın vaxtı gəldi, azan ver. Ondan sonra kimsə ruqiyyə eləmək istəyirsən, azan verə bilərsən və s. Yəni azan şeytanın səndən uzaqlaşması üçün bir səbəbdir. Necə ki, hədisdə keçdiyi kimi, azanın səsi eşidilən yerə qədər şeytan səndən qaçır. Həmçinin azan da fard kifayədir. Yəni, bəziləri azan versə, digərlərindən onun hökmü düşür. Məsələn, cəmaatda namaz qılmaq istəyir, aralarından bir nəfər durub azan versə, vəssalam, yəni hökm düşür. Yəni, hər kəsə vermək vacib deyil də, bir nəfər versə kifayət eləyir. Cəmaat üçün doğru olan odur ki, azan vermək vacibdir. Əgər cəmaatdırsa, o zaman azan verib namazı qılmaq vacibdir. Tək adamda alimlər ixtilaf ediblər ki, azan vermək vacibdir, yoxsa vacib deyil. Bəzi alimlərə görə vacibdir, bəzi alimlərə görə deyil. Ancaq ki, əfzəl olan odur ki, təbii ki, azan verəsən. Hətta vacib olmasa da belə. Yəni, azanı vermək daha əfzəldir. Başqa sual çıxır ki, məsələn, əgər vacibdirsə, azanı verməmək, namaz səhihdir yoxsa yox, azan başqa ibadətdir, namaz da başqa ibadətdir. Yəni, azanı verməmək namaza xələl gətirmir. Ancaq əgər vacibdirsə, tərk elədiyinə görə günah qazanırsan. Çünki vacibi tərk eləmək günahdır. Ancaq ki, namaza bir xələl gətirmir. Çünki azan başqa müstəqil bir ibadətdir, namaz da başqa bir ibadətdir. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm dua eləyir. Deyir ki, Allahım imamları doğru yola yönəlt və müəzzinlərin günahlarını bağışla. Və bu da azan verən insanların fəzilətindəndir. Ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin duası ki, Allahım imamları doğru yola yönəlt və müəzzinlərin günahlarını bağışla. Başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, əgər insanlar bilsəydilər ki, azan verməkdə və birinci səhvdə durmaqda nə qədər əcr var, bunu eləmək üçün püşk atardılar. Yəni, subhanallah, görürsən ki, hərdən, məsələn, qardaşlar yığılır namaz qılmağa, biri o birinə deyir, o ona deyir, dur sən azan ver, dur sən azan ver. Belə işlərdə heç kimi qabağa vermə, sən dur özün ver. Məsələn, bu savabı buraxma. Dünya işlərində problem yoxdur, nəyinsə var, bölüş kimlənsə, yardım eləmək istəsən, yardım elə, səndə 2 dənədir, birini ver başqasına, misal üçün. Bu problem, bu əslində yaxşı əməldir. Ancaq ki, axirət işlərində bunu eləmə. Məsələn, birinci səhvdə yer var, başqasını qabağa vermə, sən geç qabağa. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allah və mələkləri birinci səhvdə duranlar üçün salavat deyərlər. Yəni, bu fəzilətli bir səhvdir, birinci səhvdə durmaq. Həmçinin Allaha ən sevimli olan səhv birinci səhvdir. Və ən sevimli olmayan səhv də sonuncu səhvdir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Qadınlarda da tərsinədir. Ən sevimli olan səhv sonuncu səhvdir, ən sevimli olmayan da birinci səhvdir. Çünki kişilərə yaxındır, kişilərin də sonuncu səhvi qadınlara yaxındır. Subhanallah, bu məsələlərdə də, məsələn, xeyir işlərdə, axirət işlərində sən önə keç. Azan verməkdir, sən azan ver. O savabı sən götür. İqamə verməkdir, sən iqamə ver. O savabı sən götür. Amma dünyavi məsələlərdə kiməsə bölüşə bilərsən, bu daha əfzəldir. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, azan verən kimsənin səsinin çatdığı yerə qədər Allah onun günahlarını bağışlayır. Yəni, bu da müəzzinin fəzilətlərindəndir. Həmçinin uca səslə azan verməyin fəzilətlərindəndir. Həmçinin başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, müəzzinlər qiyamət günü boyları ən uzun kimsələr olacaq. Yəni, boyları ən uzun kimsələr deyəndə nə başa düşürük? Həm hissi başa düşülür, həm də mənəvi başa düşülür. Mənəvi odur ki, yəni, ərəblərdə həmişə belə bir misal var, yəni, qövmün ən şərəflilərinə uzun boylular deyirlər də, yəni, filankəs uzun boyludur, yəni, qövmlərdə ən şərəfli insanlardır. Yəni, Allah qatında şərəfli olacaqlar. Həmçinin də mənəvi boyları uzun olacaq qiyamət günü. Mənəvi necə? Bilirik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qiyamət günü günəş insanlara 1 mil qədər yaxınlaşacaq. Və insanlar da öz tərlərinin içində qalacaqlar. Tərlərin içində boğulacaqlar. Kiminin təri çatacaq burnuna qədər, kiminin təri onu boğacaq və s. Amma müəzzinlərin boyları uzun olduğuna görə Allah subhanət hala onları qoruyacaq. Yəni, boyları uzun olacaq və o əzabdan qurtulmaları üçün bu bir səbəb olacaq. Ki, onlar da öz tərlərinin günahlarına görə tərlərinin altında qalmamaq.
Yəni, subhanallah, bu da müəzzinlərin fəzilətindəndir. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, deyir ki, müəzzinin səsini eşidən elə bir insan, elə bir cin, hətta elə bir əşya yoxdur ki, qiyamət günü onun lehinə şahidlik gətirmiş olmasın. Yəni, sənin səsini kim eşidirsə, insan, cin, fərqi yoxdur və yaxud da əşya, fərqi yoxdur, canlı, cansız, dediyini təsdiq eləyir və qiyamət günü də sənin lehinə şahidlik gətirir. Və başqa bir rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm bir kişinin azan verdiyini eşidir. Kişi deyir ki, Allahu Akbar, Allahu Akbar. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, o fitrət üzərindədir, yəni müsəlmandır. Sonra kişi deyir, Əşhədu və la ilahə illallah, şəhadət yerini deyir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, artıq cəhənnəmdən qurtuldu. Yəni, subhanallah, baxaraq azan, yəni, kiçik bir ibadətdir. Kiçik deyəndə, yəni, yorğunluq tələb eləməyən, yəni məşəqqət tələb eləməyən bir ibadətdir. Əslində böyük ibadətdir, savabı böyükdür. Yəni cəhənnəmdən qurtulmağa böyük səbəblərdəndir, cənnətə girməyə böyük səbəblərdəndir. Yəni halbuki vaxt almayan, bəlkə ən az vaxt alan ibadətlərdəndir, dilə ən yüngül olan, ən asan olan ibadətlərdəndir. Ancaq subhanallah, yəni insanı cənnətə salan ən böyük əməllərdəndir. Halbuki birinci iki cümləsi səbəbdir ki, insan cəhənnəmdən qurtulsun. Ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Allahu Ekber eşidəndə deyir ki, müsəlmandır, şəhadət gətirir ki, müsəlmandır. Şəhadət yerində deyəndə deyir ki, cəhənnəmdən qurtuldu. Və başqa bir hədisdə, qudsi hədisdir, Allah subhanahu taala deyir ki, azan verən kimsə üçün deyir ki, baxın, deyir, o mənim qulum namaza durduğu zaman məndən qorxaraq azan verir və mən də buna görə onun günahlarını bağışlayıb onu cənnətə salıram. Və başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, əgər bir kimsə namaz qılarsa, azan vermədən, onunla bir yerdə 2 dənə mələk namaz qılar. Yox, əgər azan verib namaz qılarsa, onunla bir yerdə gözlə görünlə bilməyəcək qədər mələklərdən bir ordu dayanıb namaz qılar. Və bu da azanın fəzilətlərindəndir. Allah subhanahu taala bizə eşidib faydalananlardan eləsin. Və sallallahu alə nəbiyyinə Muhammed.